geldik müşahitlerimizi birbirinin arasında alan faydadan desine geliyorlar. Ama ne kadar zaman geçse de, aylar, iller, yerler ötse de şahitlerimiz heç vaxt onu bilməyəcək, heç vaxt yerdən çıxmayacaq. Onlar həmişə xalqımızın qəlbində əbədi olaraq yaşayacaq. Onların evladları, onların ailə üzvləri, valideynlər bizim üçün hər zaman doğmadır, əzizdir. Dövlətimiz, dövlət başçımız, cənab prezidentimiz Rəhman xanım həmişə bu ailələrə qarşı diqqət olmağa bizə tövsiyə edir, tapşırır. Bir dövlət siyasətində də bu məsələ çox mühümdür. Ailəyə gəldik ki, bugün sizinlə bu yerdə var. Bizim şəhidlərimizin ruhunu yad edək, xatırlayaq onların ailətini, əməlini və bir daha göstərək ki, şəhidlərimizə çox olurlar, şəhidlərimizin xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq. Mən bu göstərdirə hoşluğumuzun da hər birimizə təşəkkür edirəm, çox sağ olun. Sağ olun, Allah bizim şəhidlərimizin qalan yadigarlarımızı saxlasın. Valideynlərə can sağlığı versin, qalan ailə üzvlərə can sağlığı versin ki, sizinlə gözəl xoş günlərdə, daha xoş günlərdə görüşək. Çünki belə bir xoş günlər Azərbaycanımızın gələcəyi çox xoşbəxtdir, çox gözəldir, bundan da gözəl olacaq. Çünki o xoşbəxtliyin təməlində var bizim əziz şəhidlərimiz qoyurlar, bunu Qarabağımızı inkişaf edir, çiçəklənir. Azərbaycanımızın ayrılmaz bir tərkib hissəsi kimi dövlətimizin inkişafında öz töhfələrini verir və gələcəkdə daha çox inşallah ki verəcəkdir. Allah qəni-qəni rəhmət etsin şəhidlərimizə, qəlblərimizə baş sağlığı verir. Həmişə sizin yanınızdayıq, həmişə yanınızdayıq, həmişə sizə xidməti hər şeydən uzaq tuturuq, onu biləsiniz. Hər zaman.
artık 5 yıl olur ama zaman dayanır, zaman geçmiş. Biz bu tarihte 2020'de kalmışız. Bizim için hiç ne değişmiyor. Bu şekildeki bu yazı tarihin askerlik qeyd dəftərindendir. Orada qeyd edir ki, and içirəm, torpaqlar geriye ala, şənliklər keçirdək Qarabağda biz. Onun en büyük arzusu Qarabağ alınsın, Şuşa azad olsun ve bu şekilde döyüşler vaxtı çəkir, gülə-gülə. Sevinə-sevinə o torpaqlara qədəm basanda çox sevinirdi və tarixinə kimi yazılıb burada. Ve indi Şuşa azaddır, Azərbaycan azaddır, tarihin ruhu şad olsun ki, şəhidlərimizin ruhu şad olsun. Bütün bize Azərbaycanı koydular ama onlarsız çok çətindir. Keşke öz qəhrəmanlıqlarını özləri danışaydılar. Beşikli dönünce çok sağ olsun dünyamda olanlar, gelip şehidin ailesine destek olanlar, teselli olanlar var olun. Beşiklerimizin de bizim yaşadıklarımızı, bizim yanımızda olanlar görür, bizim derdimizi çeken şehit aileleri bilir ki biz bu beşikliği ne çekmişiz, ne yaşayırıq. Bu elə bir dərddir ki, nə azalmır. Aksine günü gündən artır. Düzdür, hem de gururdur. Çünkü şehitler canlarını verdi. Vətən torpağını azad etti. Azərbaycan bütövləşdi ve bu bizim gururumuzdur, fəxrimizdir. Ama onlardan ayrı kalmak, onların həsrəti bizim için çok acıdır. Çünkü her zaman, her anımızda onlar axtarırıq. Sevincli anımızda da, kədərli anımızda da. Övladlar atalarını aktarır, analar oğullarını aktarır ki yanında olsun, destek olsun. Ona göre hamısına səbir diləyirəm. Bütün şəhid ailələrine səbir diləyirəm. Allah xalqımıza bir də müharibə yaşatmasın. Ve biz de Allah bize güc versin, səbir versin ki bu dərdi layiqincə yaşadaq, onlara layık olaq. Olur.